problem yaşayırsan, amma dostlarınla gəzməyə gedirsən, səni xoşbəxt edəcək şeylərlə məşğulsan, kitab oxuyursan, ələnmək istəyirsən, daimi şəkildə bir şeylərlə məşğulsan və problemi yavaş-yavaş unudursan. Əslində isə özünə zərər edirsən, fərqində deyilsən. İnsanlar adətən problemdən qaçmaq üçün özlərini bir çox şeylə məşğul eləməyə başlayırlar. Freydin belə bir deyimi var ki, ağrını bastırmağın ən yaxşı yolu məşğul olmaqdır. Həqiqətən biz də məşğul olaraq özümüzdən qaçırıq, qorxularımızdan və yaşadıqlarımızdan əslində çox sürətli bir şəkildə uzaqlaşırıq. Bəs əslində nə baş verir? Əslində isə biz onu unutmuruq. O itmir, o getmir. Sadəcə biz müəyyən müddətlik onu sadəcə çox dərin qatlara bastırırıq. Elə bir qata ki, günlük həyatda ondan rastlaşmayaq. Nəticədə nə baş verir? Bədən başlayır, ziyanı nədir bunun? Bədən başlayır sizə reaksiyalar verməyə. Psixika, fiziologiya bir şəkildə sizə siqnallar ötürür. Siqnallar ötürür ki, mən yaxşı deyiləm. Müxtəlif psixoloji xəstəliklər və eyni zamanda fizioloji xəstəliklər özünü göstərə bilər. Bundan başqa nə baş verə bilər? Eyni hadisələr dəfələrlə sizi gəlib tapa bilər. Deyə bilərsiniz ki, ayda mən nə şanssızam, hər dəfə eyni şeylər gəlir məni tapır. Amma əslində həll edə bilmədiyiniz və bastırdığınız, qaçdığınız o qorxularınız da hər dəfə sizi tapan. Üzləşmək lazımdır, çünki üzləşmək əslində bütün xəstəliklərin ən effektiv həll yoludur. Bəli, ağrılıdır, çətindir, asan bir məsələ deyil, amma əmin olun ki, əsl həll yolu da məhz elə buradan başlayır.